da. Sabahın xeyir, yorulmayasın. Nətərsən? Çox sağ ol oğlum, yaxşıyam. Sən necəsən? Şükür. Gör nə deyirəm, bəs xala ilə danışdım. 1-2 gün şəhərdə onlarda qalacam. Sonra kiraya çıxacam da. Özü də sağ olsun, dedi ki, bəs kirayədə öz evim kimi tanıma çəkinmə. Doğrudan. Ha, oldu. Nə yaxşı. Sağ olsunlar valla. Darxacam sənin üçün. Mən də. Özünə yaxşı bax. Çatan kimi zəng elə, yaxşı? Yaxşı. Xəbərsiz qoyma bizi. Dərsləri də yaxşı oxu, ac qalma, yemək və içməyivə də fikir ver. Baş üstə. Bitdisə vidalaşmağımız, gedə bilərik. Nə vida? Yayda gəlməyəcəksən ki? Şöyle bir qoy gedim çıxım gələrəm də. Sağ salamat. Qoy mən də qaqaşdan görüşüm. Gələndə qaqaş nə alsın sənə? Bilmirəm ki. Fikirləşib yazarsın, yaxşı? Yaxşı. Kirayə tapmaq çətin olmayacaq. Yo, ata narahat olma, bəs bir dənə Instagram səhifəsi var, orada tələbələr girirlər, bir-biri ilə danışırlar, ev tapırlar. Biz də elə tapmışıq bir dənə ev. O da tezə çıxdı. Yaxşı uşaqlar da heç olmasa. Hə, təmiz, ağıllı uşaqlar oxşurlar. Bax Həsən, təzə həyata addım atırsan, tələbəlik həyatıdır. Çətin olacaq sənin üçün. Biz olmayacaq yanında, nəyəsə ehtiyacın ola bilər. Ancaq nə badə siqaret çəkən, içki içən uşaqlarına oturub durarsan. Dostlarını yaxşı seç. Yox, həyata narahat olma. Ağıllı, təmiz uşaqlara oxşurlar, inanmıram elə boş-boş vərdişlər olsun. Bax da yenə deyirəm, deyərlər bir dəfə ilə heç nə olmaz falan filan, bax aldanma ya. Yox, həyata narahat olma deyirəm də. Mən elə şey eləyərəm, bəs ağlım hardadır mənim? İnanıram sənə, aslanım mənim.